Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün gördüyünüz kimi qışa hazırlığım davam edir. Qarğıdalı konservasını qışa necə saxlayıram, bunu sizlər üçün paylaşım edəcəm. Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyək. İlk öncə nə edirəm? Qarğıdalının qabığını təmizləyirəm. Saçaqlarını da yığıram, çünki bunları da quruduram. Həm soyuqlamaya, həm börək ağrısına çox faydalıdır. Bunu hər il qurudub saxlayıram. Hal-hazırda bilirsiniz, qarğıdalının bol vaxtıdır. Bunu hər kəs edə bilər. Marketdə satılanlardan həm faydalı, həm də sərfəli olur. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Qarğıdalının hamısını qabığını təmizlədim gördüyünüz formada və bunları qazana yığıram. Saçağını da görürsünüz, ayrıca yığmışam, bunu da quruduram. İnanın ki, çox faydalıdır. Qarğıdalını qazana yığıb üzərinə su əlavə edib bişməyə qoyacağam. Artıq qarğıdallarımız qaynayır, bişmək üzrədir. Bunları götürdüm və soymağa qoydum. Soyuyandan sonra bıçaqla bu formada dənələyirəm. Düzdür, təzə olduğu üçün, yumşaq olduğu üçün biraz dənələmək çətindir. Amma çətin olmağına baxmayaraq hamısını eyni qayda ilə dənələdim. Bütün qarğıdalların hamısını eyni qayda ilə dənələyirəm. Gördüyünüz kimi qarğıdalının hamısını dənələdim və bunları bankaya yığıram. Qarğıdalını çox sevirəm, həm belə yeməyi, həm də salatlarda çox sevirəm. Dörd ədəd balaca banka doldurdum qarğıdaldan. Düzdür, qarğıdalı çox idi. Bunun hamısını etmədim. Yarısını həm yedik, həm də bankalara yığdım. Elə balaca bankalara yığdım ki, bir salatlıq olsun. Yəni salata istifadə edəndə bir dəfə açdımsa bəs etsin məni. Keçirik əsas məsələyə. 4 ədəd banka oldu. Hər bankamıza 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu əlavə edəcəm.
və üzərinə qaynanmış qaynar su əlavə edirəm. Qapaqlarını örtüb bunları qaynamağa qoyuram. 15-20 dəqiqə bunları qaynadıram. ...20 dəqiqə qaynadandan sonra hər bankamıza kiçik çay qaşığında uksus əlavə edirəm. Çox balaca qaşıqdır. Hər bankamıza bir kiçik çay qaşığında uksus əlavə edirəm. Qaynar olduğu üçün dəsmalla bağlayıram qapaqlarını. Artıq gördüyünüz kimi qarğıdalımız hazır oldu. Bunları qeyd edim ki, soyuducuda saxlayıram qışa qədər. Hər il eyni qayda ilə hazırlayıram və razı da qalıram. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun, mənə də xoş olsun. Allah'a əmanət olun.